maqnit xəstələri haqqında danışacağıq. Uzun müddət maqnit xəstələrində saxlayan cisimlərə maqnit deyilir. Maqnitin növləri vardır. Məsələn, bununla şəkilli maqnitdir. Və yumruq damlamaq. Bu da bunun qütbləridir. Və əsasən maqnitlər iki qütbə bölünür. Bunlar canlı daşıma olaraq bölünürlər. Bir də ki, ilk olaraq belə bir xəstələrimiz var ki, maqnitlərdə əsasən maqnitlərin təsiri əsasən onun qütblərindən olur. Qütb olaraq iki yerə bölünür, cənub və şimal olaraq. Bunu bizə bir təcrübə ilə göstərdilər ki, burada olanlar əsas dəmir tozlarıdır və dəmir tozlarının qütbləri daha çox cəzb olunması ilə ortaya gəldikdə maqnit təsiri daha çox azalır. Burada maqnit tozları əsas qütblərə yayılır. Ortaya, yəni mərkəzə daha az və ya da ki, heç yayılmadı. Onu sübut edir ki, maqnitin qütblərində daha çox maqnit təsiri var. Biz dedik ki, maqnitlik təsiri qütblərdə daha çoxdur. Biz də bunu belə sübut edə bilərik ki, metalı qütblərə yaxınlaşdırırıq. Yaxınlaşdırdıqda qütblərdə özünə cəzb edir metalı. Lakin metalı mərkəzə doğru gətirdikcə cəzb etməsini itirir. Biz də bu gün maqnitin bölünməsi haqqında danışacağıq. Maqnitin qütbləri vardır və bu qütbləri biz maqnitləri ortadan bölsək də yenə həmin qütblər yaranır. Maqnitin qütbləri olaraq məsəl üçün bunu belə itələyirsə, bu bir-birini itələmə qabiliyyətinə malikdir. Və bunlar bir-birini belə itələyirsə, bu eyni adlı qütblərdir. Lakin cəzb edirsə, bu isə maqnitin müxtəlif qütbləri olduğunu. Maqniti istənilən neçə hissələrə bölsək belə, bu yenə eyni prosesi daşıyacaq.